başını duaya qaldıranda Ya Rəbbim, Azərbaycan əskərini qoru deyən insanların sizə salamı var. Bəlkə də inanmayacaqsınız, amma indi sosial şəbəkəyə girdim. Qardaş Türkiyədən sizə salamı var. Azərbaycan əskərinə eşq olsun deyir. Sizin bayrağınızı təbrik eləyirlər. Və bunun üzərinə həmişə sizin özəl gününüzdə yanında olan, bax bu gördüyünüz Cəbrayıl gənclərinin üstünə də mənim qəlbimdən gələn sevgi dolu salamlar var sizə. Bugün buraya yığışmağımızın məqsədi yəqin ki hamınız bilirsiniz, Silahlı Qüvvələr günüdür və Silahlı Qüvvələr günü 1918-ci ilin bu gününə təsadüf edir. Yəni bilirsiniz ki, Türk İslam şərqində 1918-ci ildə Azərbaycan Cumhuriyyəti 28 may gündə qurulub. Yəni o vaxtı Avropada hələ krallıq, nə bilim, şahlıq dövrü olsa da Azərbaycanda Cumhuriyyət qurulub, demokratik Cumhuriyyət. İnsanlara seçmə, seçilmə azadlığı verən Cumhuriyyət. Və o Cumhuriyyət yaranandan sonra məhz bugün 1918-ci il 26 iyun günündə Əliağa Şıxlinskinin 5000 nəfərlik heyətlə birlikdə Azərbaycan qoşunları yaranıb. Və səhv eləmirəmsə 1918-ci ilin 11 iyulundan sonra həmin qoşunlara çağırış başlayıb. Və bu gün münasibətindən sizi bir daha gələn dostlar adından təbrik edirəm. Yəqin ki, razı olarlar onların adından təbrik eləməyə. Və bilirsiniz, bu günlərdə biz bütün müsəlmanlar üçün müqəddəs olan Ramazan ayını yaşayırıq. Hər birimizin duası qəbul olsun inşallah. Sağ-salamat tərxis olunanlar var, getsin evinə inşallah. Amin. Və bir dua eləmək istəyirəm. Ya Rəbbim, bizi torpaqsız, susuz, havasız, sevgisiz, vətənsiz qoyma. Amin inşallah. Təbrik edirəm hamınızı. Silahlı Qüvvələrimə xidmət edirəm. Bütün vətəndaşlarımın bugünkü bayram münasibətilə təbrik edirəm. Hamınıza salam edirəm. Çox sağ olun. Sağ olun. Sevgi bizi yandırır. Ben güzel utandırır.
Ay kız çok sevirəm niye küstürürsən məni səni düşman əlimə eləsinə beləsinə ay kız çok sevirəm niye küstürürsən məni səni düşman əlimə eləsinə beləsinə Gözlerimin karası, yüreğimin parası, ay kızlarla dalası, delesiler delesiler, ay kız çok sevirəm səni, niye küstürürsən, səni düşman elimi, delesiler delesiler, ay kız çok sevirəm səni, niye küstürürsən beni, səni düşman güle gel, ne güzelmişsin bana, dudağından gülüş var, yüzünün ahtarından gülüm oyun, durnalar güle gel, durnalar güle gel. Yalnız biz bir günde seviştiğimiz bir gün ayrıldık biz de bir günde. Yalnız biz bir gün seviştiğimiz bir gün ayrıldık biz de bir günde. Neylim, canım neylim, gülüm neylim, neylim, ben neylim, neylim, canım neylim, gülüm neylim, neylim, ben neylim. Seni ben çok sevmişim, kalbimden gezdirmişim, yüreğimi vermişim. Seni ben çok sevmişim, kalbimden gezdirmişim, yüreğimi vermişim. Neylim, canım neylim, gülüm neylim, neylim, ben neylim, neylim, canım neylim, gülüm neylim, neylim, ben neylim.
onların burada qalan əsgərlərə və bizlərə ürək sözləri var. Gəlsinlər. Mənim nəinki təxlislərə, hətta burada qalan əsgərlərə də, qulluq edən əsgərlərə də inşallah arzum odur ki, hamısı öz valideynlərinin yanına can sağlığıyla üzü ağalına açıq geçsinlər. Ancaq ki, qaldı ki, vətən borcunu biz ömrümüzün axırına kimi qurtara bilmərik. Çünki buradan gedəndən sonra da bu vətənin çörəyini yeyə böyüyəcək. Nə bilim, yenə də bu gün münasibəti ilə başda rəhbərimiz olmaqla bütün əsgərlərimizi təbrik edirəm. İnşallah gələ deyirəm, hamının arzusudur. Mən bilirəm 100%, hamının adından əminliklə danışıram ki, düzdür, bizim xidmətdə bəzi səhvlərimiz olur, amma o səhvlərə baxmayaraq yenə də arzumuz Qarabağdır. Yəni başqa yoxdur. Həqiqətən ya ölümdür, ya Qarabağdır. Yoxdur. Döyüş alnımıza yazıldı. Sizin məsələlərə baxmaq, fəxr edirəm ki, Azərbaycanın bu cür güclü, gözəl, mərd əsgərləri var. Fəxr edirəm sizinlə. Çox sağ olun. Sizin valideynləriniz altına baş edir ki, sizin mərd əsgərlər var. Sağ olun. Çox sağ olun. İnşallah sağ-salamat sizdə. Son günlərinizə müvəqqəti olaraq sağ-salamat valideynlərinizin yanına qayıdırsınız. Sağ olun. Çox sağ olun. Bayramımız mübarək olsun. Sizin adamla mahnılarda oynayın. Sözsüz bilə sizə baxar, sən mənim üçün, mən sənin üçün. Sən şamsan əgər, pərvanə olur, aşıqsan əgər, divanə olur. Sən şamsan əgər, pərvanə olur, aşıqsan əgər, divanə olur. Yandığı zihnimi gavdanlar külə, könlümə bir yanıq kərəmi düşür. Bol aşıq sal, bir tutan eylə, sevəni sevənlə mehriban eylə. Yaralı könlümə bir darman eylə, könlümə bir yanıq kərəmi düşür. Könlümə bir yanıq kərəmi düşür. Sağ olun.
da güzel oynadı, balda da güzel oynadı. Güzel bir Sağ ol, var ol. Mən bir də sizi təbrik edirəm. Bu gözəl Azərbaycanı bölgələrə bölmək düzgün deyil, çünki hər bir yeri bizim üçün doğmadır, əzizdir. Ancaq vətən hamı üçün öz doğulub boya başlatdığı yerdən başlayır. Gərək birinci o doğulub boya başlatdığın yeri sevəsən ki, vətənini sevə biləsən. Kendimiz yadıma düşübdür. Kendimizin her nimetten var payı. Yamacın kekotu, dağın qar payı. Üstünde yattığım çəmən çarpayı. Ne yaxşı görüşdük, ne yaxşı yenə. Budur, yəhərləyib mindiyim bozdaş. Ağlama ürəyim, tab gətir, tablaş. Qurbanın olduğum Aköhnə damdaş. Ne yaxşı görüşdük, ne yaxşı yenə. Hərdən dırmaşar ağaca mehman. Meylədir təpəyə, yamaca mehman. Qadasın aldığım balaca mehman. Ne yaxşı görüşdük, ne yaxşı yenə. Rəhmətli Cavidin bir bənd şeirini deyəcəm. Deyir, Misri kılıç babalardan yadigar. Dağlarında Koroğlu'nun izi var. Aşık Hüseyin diyarıdır bu diyar. Saz söhbət var ocağında Şəmkirin. Saz söhbət var ocağında Şəmkirin. Kurtan esyan ister dillerine kurban haydi. Seyreyem sehvim üstüne değmeli. Ellerine kurban olum ay dede ay dede. Ata olsa oğul gün pek solarmış. Kız ağlayıp saçlarını yolarmış. Atıya da ata lazım olarmış. Dillerine kurban haydi. Ona beni duyma dünya, cananıma
cibindən minahı zor gəlib keçər. Əmi dayı qucağına götürməz, qardaş bacı ona nəzər yetirməz. Ata da cibindən alıb gətirməz, nə qədər cibindən var gəlib keçər, nə qədər cibindən var gəlib keçər. 9 ay zülüm qaranlıqda yedirlər balanı. Gətirən hissələn gecə gündüz bana. Mən sarayımdır yaralıya balanı. Bu əzapla bəxş edər evladıya. Kim deyər sevməyin hər naxanı yana. Qurban olum saçlarının ağına. Hayatımı mənə sana sen güvende cennet sür yadıma. Gülüşüne kurban olmayana, gülüşüne kurban olmayana. İstədim şeirimlə xərtəsin cızam. Bilinə cığırı izi kəndimiz. Məndən sonra gələn nəsillər görürlər nə olub halı kəndimiz. Çoban tonqalında otda yanmağa, qarbasan cığırda batıb donmağa, zirvədən qıytəki pərvazlanmağa, azıqarlı dağlara qaytarım məni. Moruq dərim, çiyələyin dişliyim, kuzu kəsim bastırmanı şişliyim. Ay cəmiyyət mənim, yayın ortasında güzlər işliyim, o buz bulaqlara qaytarım məni. Mən necə düşməyim dumana, sənə, illərdir həsrətik gülə, gülşənə. Cəbrayıl, biz səni vermədik yağı düşmənə, alınmağın bir an oldu Cəbrayıl. Yağlar kəksini talan eyləyim, gəl boyuna qurban ol, ay vəhran ol. Füzuli benden gelir, gel boyuna kurban olum. Ay vətən olur, gel boyuna kurban olum. Ay vətən olur. Ağlayan görsən, həmin qan ağlayan göz mənimkidir. Maralı ceylanı çölündən qaçar, yaşılbaş sonası gölündən uçar. Ay əhliman, çadırda doğular, filmdə dil açar. Oğul mənimkidir, qız mənimkidir. Həsrət qaldım buz qulağa dağlara, daşın yansın, qayan ölsün ay vətən. Bu mərmana yaşar övladını, qaçqın adı qoyan ölsün ay vətən. Niyə qıydı tuşa kimi qalaya? Xocalda çatanmadıq haraya, bu milləti sağalmayan bəlaya. Dərdə salan oğlun ölsün ay vətən. Əzzim su səfəydim, güllərə su səfəydim. Ay əli gül olaydı o gün, torpağından öpəydim. Əzzim qoşa dağlar, verib baş-başa dağlar. 21 ildir görmürəm ay mənim, necədir Cəbrayıl dağlar. Əzzim oxuya, gül bağçada qoxuya. Bizi qınamayın ay eller, Qarabağın dərdi, Qarabağlı oxuya. Əzzim həşəm oldu, günlərim həşəm oldu. Qarabağımdan ayrılar, ağlamaq peşəm oldu. Bərsət çəkişin axı bilindir, Xuda birdir, İslam sədinimdir. O acı Qaraman nasılmamış zilməsi. O yerlərdə devran sürü vermədim. Kəskin oldum, yaxşı bir gün görmədim. Kəskin oldum, yaxşı bir gün görmədim. Qardaşımız gözəl qeyd elədi dinimizdən. Düz deyir. İnşallah biz necə ki İmam Hüseyin Kərbəlanı qoyub getmədi, biz də o gözəl səfalı Qarabağı qoyub pensiona gedən deyilik. Onsuz da axir əvvəl o Qarabağ bizə qayıdacaq. Ona görə də şair gözəl deyir.
Her bir yanı dar, bəxti bataqlıq Qarabağdır. Her bir yanı dar, bəxti bataqlıq Qarabağdır. Bülbülləri köçkündür, quraqlıq Qarabağdır. Her kim ki əsir düşdü, Qarabağı satdı. Məgər Qarabağ bir şapalaqlıq Qarabağdır. Her səhər qaçqınlar üçün el çatmayan arzu, her gecə nazirlər üçün qonaqlıq Qarabağdır. Düşmən dedi ki, Cavid, silahı sən at əlindən, şahın quduzub mərci qonaqlıq Qarabağdır. Üç rəngli vətən bayrağını köksünə sancıb, fəxr ilə deyərdim, bura dağlıq Qarabağdır. Fəxr ilə deyərdim, bura dağlıq Qarabağdır. Bizim Siyazəndən Rafiq kardeşimiz var. O da burada olduğu için gurur duyur. Siyazəndən də çoxlu salam dualar var bura. O da indi gözəl bir ev tapşırığından, gözəl meyxanasından bizi feyziyab edəcək. Buyur. Sağ ol Kamran kardeşim, Zavidin qədəmli günü çox sağ ol. Mən də yenə hamı 26-cı silahlı qüvvələrin yaranması günü münasibətilə təbrik edirəm. Hamıya uzun ömür, can sağlığı arzu edirəm. Xuda kömək olsun cəmi əsgərlərə, yaşatmasın dərd qəmi əsgərlərə. Xuda kömək olsun cəmi əsgərlərə, yaşatmasın dərd qəmi əsgərlərə, yaşatmasın dərd qəmi əsgərlərə. Şirkini əsgərlərimiz var Xuda, verib bu cür görkəmi əsgərlərə. Xuda kömək olsun cəmi əsgərlərə, yaşatmasın dərd qəmi əsgərlərə. Tanrı hər bir əsgərə olsun kömək, həsretiyle tırpınır ürek. Aman dillerimiz olsunlar gerek, hem dayı hem de emi əsgərlərə. Xuda kömək olsun cəmi əsgərlərə, yaşatmasın dərd qəmi əsgərlərə. İmtahandır imtahan, bende huzur söylemez esvah yalan. Kazarma hərbiyə gələn ne ilk zaman, görsənir dizir zəmi əsgərlərə, görsənir dizir zəmi əsgərlərə. Xuda kömək olsun zəmi əsgərlərə, yaşatmasın dərd qəmi əsgərlərə. Hərbidə əsgərin dostudur silah, hərbidə əsgərin dostudur silah. Eşitmişəm tamaşa göstərir sabah, fəlakət şoşişəmi əsgərlərə. Xuda kömək olsun cəmi əsgərlərə, yaşatmasın dərd qəmi əsgərlərə. Bizlərə dostlar da salam göndərir, prezident də böyük qayğı göstərir. Gizlə zabitə həmi əsgərlərə, Xuda kömək olsun cəmi əsgərlərə, yaşatmasın dərd qəmi əsgərlərə. Sağ olun, çox sağ olun.
Mən də bir daha hamı bütün təbriklərə qoşulub hamının bayramına münasibətilə təbrik edirəm. Bir də bayaq dediyim kimi qardaşlara dedim ki, bir gün qabaq hələ dünən mən dedim ki, nəinki mən bütün uşaqlara deyirdim ki, sabah Cəbrayıl uşaqlara gələcək, Cəbrayıllar gələcək bura, biz buna əmin idik. Və hal-hazırda biz görürük ki, siz buradasınız, bizi yaddan çıxartmırsınız, bizim əskərləri yaddan çıxartmırsınız. Buna görə siz çox sağ olun. Borcumuz var. Minnətdarıq sizə buna görə. Ben bir Bugünkü gün bayram günüdür. Hər kəsi bayramı təbrik edirəm. Uzun ömür, can sağlığı arzu edirəm. Bizim komandirlərin Allah canını sağ etsin. Uzun ömür versin. Sizlərə də çox sağ olun deyirəm, minnətdarımızı bildiririk ki, bizi bir bayram günündə yad etmişsiniz, bizlə bir yerdəsiniz. Bəli, vətən bizim yaralı yerimizdir. Buna görə ki, bizim müəyyən torpaqlarımız işğal altındadır. İnşallah o gün olsun. Bizim baş nazirimiz əmr versin, Ali Başkanlarımız əmr versin. Torpaqlarımız işğal altından tutaraq. Çok sağ olun.
minvatda və yaxud da ki, bizim bölükdə xidmət edən əsgərlər daim bildirir əsgərlər. Bizim başqa hərbi hissədən, bizim düşmənə qarşı gücləndirməyimizi aparmaq üçün qonaq gələn bir qardaşımız var. Orucov Nicat. O da Gədəbəydən qucaq dolusu salamlarını çatdırır. Mən görmürəm. O torpaqları möhkəm görüb saxlayan, əli silahlı düşmənin qarşısına yaba ilə, bellə çıxan, necə deyim, rayon cəmaatından biri də Gədəbəylilərdir. Onlar bir qarış torpağı verməyiblər ya da elə onların aşıqların dediği bir şehirdən deyəcəm. Poladoğlu mənə inan, havası xoş, suyu dərman. 100 yıl qalsam qocalmazsam bu dağların budağında. Süzüləndə şərbət barı, unudarsan sərvət barı. Çəkib necə sənətkarı, sınaqlara baş darxil. Sözlərimi deyəm. Bugün qardaş bayaq düzgün qeyd elədi. Bizim artıq Azərbaycan Silahlı Qüvvələrinin yarandığından 97 il ötür. 1918-ci ildə 26 iyunda bizim Silahlı Qüvvələr yarandı. Qısa bir müddət ərzində olsa da 30.000 qoşun tərkibinə daxil elədi Silahlı Qüvvələr. Bu gün də artıq onun yaranmasından 97 il ötür. Arzu edirəm ki 98-99-cu illiyi, 100 illiyi Qarabağ torpağında qeyd olunsun. Qubadlıda, Zəngilanda, Ağdamda, Cəbrayılda, Xocalıda, Şuşada qeyd olunsun. Biz bu günlərimizi bizim bayramdır, burada oturmuşuq. Mən prosto istəyərdim ki, biraz da daha yaxında bunu eləyək. Qoyuq 1000 metr, 1500 metr məsafədə oturan o çaqqallar, şərəfsizlər var. O bizim bu səsimizi eşitsin, bizim bu deyilməyimizi eşitsin. Qoy bu paxıllığın, bu həssətində daima yaşasınlar. Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə, eşq olsun Azərbaycan əsgərinə. Ay Cəmilə, Cəmilə, Allah səni yandırsın, düşərsən mənim dərdə. Ay Cəmo, ay Cəmo, ay Cəmilə, Cəmilə, ay Cəmo, ay Cəmo, ay Cəmilə, Cəmilə. İkimiz bir köynəkdə yaxası dar olaydı. Ay Cəmo, ay Cəmo, ay Cəmilə, Cəmilə. İkimiz bir köynəkdə yaxası dar olaydı. Ay Cəmo, ay Cəmo, ay Cəmilə, Cəmilə. İkimiz bir köynəkdə yaxası dar olaydı. Ay Cəmo, ay Cəmo, ay Cəmilə, Cəmilə. İkimiz bir köynəkdə yaxası dar olaydı. Ay Cəmo, ay Cəmo, ay Cəmilə, Cəmilə. Ay Cəmo, ay Cəmo, ay Cəmilə, Cəmilə. Ay Cəmo, ay Cəmo, ay Cəmilə, Cəmilə. Bugün günü
bizim günümüz deməkdir. Öz günümüz deməkdir. Cəmiyyət müəllimin ürəyi doludur, danışır. Oğul əsgər yola salıb, oğul yolu gözləyib, çox gözəl. Başa düşmək olar, çox gözəldir. Allah o hissləri hər bir valideynə qismət eləsin. Tək Allah bizə oğul versin, biz oğlumuzu əsgər yola salır. Oğul vətən üçündür. Sonra mən buradakı əsgərlərdən əvvəl, öncə onların komandirlərinə, başçılarına təşəkkür edirəm. Çox şükür ki, bizim bugünkü gün ordumuzda belə bu cür oğullarımız var. Bu cür oğullarımız var. Sıravi əsgər deyirdi bəyət cəmiyyət. O sıravi əsgərlərimizi bir yerə cəmləyib, toplayıb, bir yerdə bir insan bir ailə saxlaya bilmir yeri gələndə. Amma bunlar bir ailə sayılır. Gör neçə nəfərdilər. Mən ən başda komandirlərə minnətdaram. Xalqımın oğlanlarına minnətdaram. Elimin oğlanlarına minnətdaram. Bu oğullara minnətdaram.
Yine gördüm seni yan yana düştüm. Adamlar bu kadar. Yürekten eyleyip sonuna düştüm. Adamlar bu kadar. Yine gördüm seni yan yana düştüm. Adamlar bu kadar. Yürekten eyleyip sonuna düştüm. Adamlar bu kadar. Tersemeni, 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 Babamı tersemeni, tersemeni, tersemeni. O bana dövreleyip, dövreleyip, dövreleyip. Halımı görsemenim, görsemenim, görsemenim. Adamlar bu adamlar, adamlar adamlar, adamlar adamlar, adamlar adamlar. Biz mehriban aileyiz, biz mehriban aileyiz.